ekran paylaşım vereyim. Bak, ekran paylaşım verdik. Demek ki biz dedik ki Visual Studio'da hər hansı bir fail yaratmaq üçün nə edirik? Index HTML nədir? Index HTML biz izah edək. İlk sayfamızın adı indeksdir. HTML'de onun genişlemesidir. HTML hipertipli metin linkidir. Bu formada HTML'i bazen edebiyatlar programlaşma dili adlandırır ama HTML bir programlaşma dili değil. Bizim bir daha göstereyim. Keyboard klaviaturamızı getirirəm. HTML dilində əgər index.html yazmışıqsa, bura 5 nədir? Bunun simgəsi. Gəlibsə, biz shift düyməsini sıxılı saxlayarıq. Yuxarıdakı nidanı burada görürük. Fikir ver. Bizcə dəqiqə. Burada bir tane nida işarəsi qoyuruq. Shift, yuxarıda nida. Yazdıq. Tab düyməsini verdikdə bu zaman HTML5'in pəncərəsi gəlir bura. Görürük. Biz burada HTML5'in pəncərəsi gəldikdən sonra bu klaviaturanı bağlayaq da təbii ki klaviatura ilə işləməyə bilirsiniz. Burada məsələn yazacağıq. Məsələn online kursumuz. Okey. Online kursumuz. Geldik online kursumuz pafkasında saytımıza daxil olanda saytımızın adına göstərir online kursumuz. Əgər istəyəriksə burada nələr var izah edeyim. Sonra document tipi. Document tipi nədir? HTML. Bunu bilirik. HTML language in. Dili İngilizcədir. Meta chart UTF-8. Unicode 8. UTF biz demiştik ki dersler ASCII kod var, bir de Unicode var. Düzdür, izah etmiştik. ASCII kod ilkin kodlaşma sistemidir. Unicode ise bir simbol 2 byte ile hesaplanır. Unicode sistemi yani 216 demektir. Bütün alfa sistemine yani Rus, Çin, Azerbaycan yani alfa sisteminin adlandığına göre Unicode sistemi yaranır. Bunu demiştik de biliriz. Düzdür. Alo. Şu anlar eşitirsiniz. Ha, demiştik de düzdür. Unicode 8 neydi? UTF-8 neydi? Unicode sisteminde. Yani benim hazırladığım sayet diğer ülkelerin kompüterlerinde açılarken o dilin Rusçana, diline, Azerbaycan diline çeviren Google Chrome yani browser özü hemen dilde okunmasını neyinir? Təmin edir. Unicode 8 yani standart əlifba sisteminin olduğuna göredir. Sonra name import saytımın portlarıdır. Burada saytımın port isterdir. Connection device with alakalanması sistemidir. Title saytımızın ad hissəsidir. Feed başlık hissəsidir. Body ise gövde hissəsidir. Əsas HTML'dir. HTML gördüğümüze göre bütün sistem bunun dahilindədir. Feed başlık hissəsi bunun daxilində. Body bunun daxilində. Bunlar nədir? Feed başlanğıc, feed son. Body başlanğıc, body son. Ne deməkdir? Feed saytın başlığı, body gövde hissəsi bir de var. Burada yazdım ne? Bir de footer hissəsi var. Footer saytın aşağı hissəsi. Aşağıda var ha. Mesela her hansı bir sayta daxil olursa bizim bir de irşad saytına daxil olanda aşağıda bu hissə var ha. Görünən bu hissə. Bunu bağlayayım. Görünən bu hissə var ha. Görsünüz bir balaca fərqlidir. Buna nədir? Bu footer hissəsidir. Burası gövde hissəsidir. Gövde hissəsi. Bu baş hissə ise, bu yuxarı ise banner, ne var deyilir ona. Bu da hit hissəsidir saytın. Görürük buranı. Başa düşürük. Buradan aşağı ise gövde hissəsi. Aha. Tamam. Şimdi biz body hissəsində bir tane saytımızda mesela tutaq ki ben kısa olarak her şey bir izah edeceğim. Zaten H1 metin hissəsidir. Yazırıq. Tutaq ki tutaq ki H2'ye yazırıq. H2'ye yazırıq. Tutaq ki telekomünikasiya. Tutaq ki H3'e yazırıq.
informasiya. Bax, uşaqlar, H bizə 4 yazdıq. Görsün, tab bilməsin çıxan kimi avtomatik özü gəlir. Kurs yazdık. Geldik saytimizdə bir dənə yenilənmə verən kimi bax, kompüter telekommunikasiya informasiya kursu. Gördük geldi. Fikir verdik. Başa düşürük inşallah. Sonra burada ne var? P takibi nedir? Paragraf. Paragraf tabi. H1, H2, H3, H4 yani başlık hissələrdir. Yəni ki, tutaq ki, böyükdən balacaya qədər. Məsələn, tutaq ki, neçə yaza bilər? H9 yoxdur. H5, H6 var. H7 yoxdur. H6'ya qədər gəlir. H6 oldu izah. Aha, fikir verək, izah yazdıq. Genlərini görsən lap balaca. Fikir veririk. Başa düşürük. Böyle. Sonra müze gelir mi ben? Sonra P takında lorem var. Lorem. Lorem nedir? Hazır metindir. Geldik burada. Lorem de buraya gelsin. Bakın. Gördük. Hazır metin. Dedik. Başa düşürük inşallah. Biz eğer burada lorem'i bir de lorem yazaq. Tutaq ki. Bir tane de lorem yazaq. Lorem. Bir tane de lorem yazaq. Görürük. Bir neçə dənə lorem yazdırmışıq. Gençler görsün, hamısı birbirinin daxilində gəlir. Fikir veririk ardıcıllığına. Amma bir dənə P'dən əlavə, bir dənə də P yazdırıq. Lorem. Tutaq ki, bir dənə də P'dən çöldə. Fikir verək. P'dən çöldə. Bir dənə də P yaradırıq. Bir dənə də lorem. Bir dənə bu P'dən əlavə. Bir dənə P yaradırıq. Lorem. Fikir verək. Baxaq. Genişləmə verəndə. Bax, lorem. Görsən, hər biri bir abzas kimi gəlir. Fikir verdik. Başa düşürük bunu. 7 dəqiqə